Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 46-da yerləşən miqyas mövzusunu izah etmək istəyirəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənərək mənə dəstək olmağı unutmayın. Təbii ki, şərhlər bölməsində də aktiv olmağa çalışın. Hansı sinifin şagirdləri, izləyiciləri daha çox aktiv olsa, növbəti videolarımda həmin sinif dərslərinə daha çox üstünlük verəcəm. İndi isə keçək miqyas mövzusuna. Görək bu miqyas nə deməkdir? Uşaqlar, bəzən tutaq ki, hər hansı şəhərin, hər hansı ölkənin xəritəsini görürsünüz, qarşılaşırsınız kitabınızda və yaxud divarda, hardasa. Bəs fikirləşirsinizmi, o xəritəni necə çəkiblər? Real olan, həyatda olan obyektləri, çayları, gölləri, məsələn, meşələri kiçildib şəkil üzərinə, kağız üzərinə necə yerləşdirdilər? Bunun üçün miqyas anlayışından istifadə olunur. Həyatda olan obyektləri, əşyaları müəyyən qədər kiçildib kağız üzərinə yerləşdirirlər. Bəs bu zaman hansı qanun uyğunluqdan istifadə edirik? Tutaq ki, ağacları bir ölçüdə kiçildib, meşələri bambaşqa ölçüdə kiçildib, dağları bambaşqa ölçüdə kiçiltmək olarmı? Yoxsa hamısını eyni qədərmi kiçildirik? Cavab, hamısını eyni qədər kiçildirik uşaqlar. Hərəsini bir ölçüdə kiçiltmək olmaz. Bütün hamısını eyni ölçüdə kiçildirik. Bu adlanır həmin şəklin miqyası. Real həyatımızda da bu miqyasdan istifadə olunur. Bax, dediyim sahələrdə. İndi baxaq kitabınızda hansı məlumat verilir? Deyir, çox vaxt obyektləri kağız üzərində təsvir etmək üçün bütün məsafələri eyni ədəd dəfə kiçiltmək və yaxud böyütmək lazım gəlir. Elə mən bayaq dediklərimdir. Bunun üçün miqyasdan istifadə edilir. Parçanın təsvirdəki ölçüsünün real həqiqi ölçüsünə nisbəti adlanır miqyas. Bir daha təkrar edirəm. Tutaq ki, buradan bura AB parçasının təsvirdə, şəkil üzərindəki ölçüsünü real həyatdakı ölçüsünə böldükdə miqyası almış oluruq. Bax, burada da onu qeyd edilir. Parçanın təsvirdəki uzunluğunun onun həqiqi uzunluğuna nisbəti miqyas adlanır. Şəkildə park həqiqətdə olduğundan 10.000 dəfə kiçildilib. İndi uşaqlar, tutaq ki, real həyatdakı park 10.000 dəfə kiçilib. Yəni, real həyatda A və B nöqtələri arasında olan məsafə nə qədərdirsə, 10.000-ə bölüb bir ədəd alırıq. Həmin ədədi xərit üzərində A və B nöqtələri arasındakı məsafədə istifadə edirik. 10.000 dəfə deyir kiçilib, şəkildəki park həqiqətdə olduğundan 10.000 dəfə kiçik təsvir edilibsə, onun miqyası 1-in 10.000-ə və yaxud 1/10.000 kimi yazılır. Yəni, təsvirdəki parkın planında 1 sm məsafə, buradan bura tutaq ki, 1 sm məsafə, real həyatdakı 10.000 sm məsafəyə bərabər olur. İstəsəniz onu metrə də çevirə bilərsiniz. İndi uşaqlar, tutaq ki, sizə məsələ olaraq deyilə bilər ki, tutaq ki, plan üzərində 2 sm, 3 sm ölçü real həyatda neçə santimetr ölçüyə bərabərdir? Bunun üçün tənasübdən istifadə edirik. Şəklin 1 sm real həyatın 10.000 sm-nə bərabərdirsə, şəkildəki 2 sm real həyatda neçə santimetrdir? Sonra tənasübün kənar hədlərinin, orta hədlərinin hasilindən istifadə edib hər birinin ölçülərini tapmaq olar. Miqyasda həqiqətdə kiçik olan obyektləri təsvir etmək üçün istifadə edilir. Bu zaman təsvirdəki bütün məsafələr eyni ədəd dəfə böyüdülür. İndi uşaqlar, bayaq dedik ki, parkı kiçiltdilər. Realda həqiqətdə böyük obyekti kiçiltdilər, kiçik obyektlə ifadə elədilər. Bir də realda həqiqətdə kiçik olanı böyütmək də mümkündür. Bunun üçün miqyas belə yazılır. 2-nin 1-ə nisbəti, 10-un 1-ə nisbəti, 200-ün 2000-in 1-ə nisbəti və s. İndi uşaqlar, gəlin gedək çalışmalara. Çalışmaları izah edərkən tətbiq etdikcə miqyası daha rahat dərk edəcəksiniz.
Birinci çalışmamıza baxaq. Planın miqyasına və plandakı məsafəyə görə həqiqi məsafəni tapın. Burada bizə uşaqlar miqyas 1-in 200-ə verilib. Yəni planda 1 sm, real həyatdakı 200 sm-ə bərabərdir. Plandakı məsafə 3 sm. Bunu həll etməliyik və burada nümunəyə baxıb digərlərini buna uyğun işləyəcəyik. Nisbətimizi qururuq. 1-in 200-ə nisbəti bərabərdir 3-ün x-ə nisbəti. Kənar hədlərin hasili orta hədlərin hasilindən istifadə edib tapdıq ki 600 sm, o da 6 metr deməkdir. İndi birin digər variantlarını gəlin həll edək. Birinci çalışmanın A bəndindən başlayırım. Miqyas 1-in 300-ədir. Miqyas 1-in 300-ədir. Plandakı məsafə 3 sm-dir. Plandakı məsafə 3 sm, real həyatdakı məsafə də olsun x sm. 1-in 300-ə nisbəti bərabərdir 3-ün x-ə nisbəti. Bunu kəsrlə də yaza bilərsiniz. 1-in 300-ə nisbəti bərabərdir. Şəkil üzərində 1 sm real həyatdakı 300 sm-ə bərabərdir. Plandakı şəkildəki 3 sm real həyatda x sm-ə bərabərdir. Sonra çarpaz vururuq. 1 vuraq x bərabərdir 3 vuraq 300. X də bərabərdir 900 sm. 100 santimetrimiz də 1 metr elədiyinə görə 100-ə bölsək 9 metr alırıq. İndi B bəndinə baxaq. Miqyas 1-in 400-ədir. Plandakı məsafə, plandakı 1 sm, real həyatdakı 400 sm-ə bərabərdirsə, 2 sm tutaq ki, y sm-ə bərabərdir. Bunu bu şəkildə kəsr formasında da yazmaq olar, belə də həll etmək olar, kənar hədlər, orta hədlər kimi. Çarpaz vururam, 1 vuraq y bərabərdir, 400 vuraq 2. Y də bərabərdir 800 sm, 100-ə də böləndə 8 metr. Keçək C bəndinə. Miqyas 1-in 500-ədir. Plandakı 1 sm həqiqətdə 500 sm-ə bərabərdir. Plandakı 3 sm tutaq ki, z sm-ə bərabər olsun. Tənasübümüzü qururuq. Bu da tənasübdür. Kənar hədləri vurub orta hədlərə bərabər eləyə bilərik hasillərini. Bu formada çarpaz da vurub həll eləyə bilərik. 1 vuraq z bərabərdir 500 vuraq 3. Z də bərabərdir 1500 sm. 100-ə bölsək, biz bunu metrlə alırıq. 15 metr olur. Plandakı santimetrləri real həyatdakı metr ölçüləri ilə ifadə etdik miqyasa əsasən. Bu, deməli, birinci çalışmamız idi. İndi uşaqlar keçək ikinci çalışmamıza. Sualımız belədir. Xəttkeşdən istifadə etməklə xəritədə şəhərlər arasında birbaşa məsafəni ölçün. Miqyası nəzərə alaraq həqiqətdə bu şəhərlər arasında birbaşa məsafəni tapın. İndi uşaqlar, məndə kitab yoxdur, mən PDF-in üzərində işləyirəm. Ona görə ola bilər ki, cüzi ölçmədə fərqlilik olsun. Siz kitabın üzərində xəttkeşlə şəhərlər arasındakı məsafəni ölçün. Şəhərlərdə nöqtə formasında qeyd olunur. Birinci, Bakı-Gəncə məsafəsini mən ölçürəm. Yenə dediyim kimi, mən PDF üzərində ölçürəm. Ola bilər ki, cüzi sizin ölçünüzdən fərqlənsin. Təxmini Bakı ilə Gəncə arası 7,8 sm oldu. Qeyd edirəm bura məsafə olaraq 7,8 sm. Unutmamaq üçün bura qeyd elədim. İndi Şirvandan Kəlbəcərə qədər məsafəni ölçürəm. Məsafə də 6,5 sm-dir. Şirvan Kəlbəcər 6,5 sm. Hər birinin ölçüsünü öz qabağından yazıb, sonradan dəqiqləşdirək. Quba ilə Şuşaya baxaq. Qubadan Şuşaya qədər məsafəni ölçək. Qubadan Şuşaya kimi də təxmini 6 sm oldu. 6 sm.
İndi Ağdamdan Qazaxa qədər məsafəyə baxaq. Ağdamdan Qazaxa qədər məsafə. Qazaxdan Ağdama qədər məsafə də məndə təxminən 5,8 sm görsəndi. İndi uşaqlar, miqyasımız 1-in 6 milyonadır. Yəni xəritədəki 1 sm real həyatda, həqiqətdə 6 milyon santimetrə bərabərdir. Bir-bir hesablayaq. Birincidən başlayıram. Birinci, Bakı-Gəncə arasındakı 1 santimetr məsafə 6 milyon santimetrə bərabərdirsə, 7,8 santimetr məsafədə x santimetrə bərabərdir. Çarpaz vuraq. 1 vuraq x bərabərdir 7,8 vuraq 6 milyon. İndi bunu vuraq hesablayaq. X də bərabərdir. 78 6-ya vururam. 6 dəfə 8 48. 4 yadda. 6 dəfə 7 42. 4 də yaddaydı 46. Sonuna da 5 dənə 0 yazacağım. 2, 4, 5 dənə. Niyə 5 dənə 0? 1 dənə 0'ı bunu çəkmək üçün istifadə edirəm. Santimetr. Bunu da kilometrə çevirə bilərik uşaqlar. Gəlin kilometrə çevirək. 100'ə bölsək metrə çevriləcək. 1 kilometrimiz də 1000 metrdir. 1000'ə də bölsək kilometrə çevriləcək. Onda 1 kilometrimiz 1000 metrdir. 1000'i də 100'ə vursaq 100.000 santimetrdir. Yəni elə birbaşa 100.000'ə bölüb kilometrə çevirə bilərik. X bərabərdir 468 kilometr. Bu birincisi. İndi ikincisinə baxaq. Şirvanla Kəlbəcərə. İkinci bənd. 1'in 6 milyona 1'in 6 milyona bərabərdir. 6,5'in də tutaq ki, y santimetr olsun. Çarpaz vursaq 1 vuraq y bərabərdir. 6,5 vuraq 6 milyon. Y bərabərdir. Alt dəfə 5 30 0 yazdıq. 3 yadda. Alt dəfə 6 36 3 də yadda 39. Bu şəkildə vergül burada olmalıydı. Bir vahiddə çəkəndə sonuna 5 dənə vergül qoyacaq. 5 dənə 0 yazacaq. 2 4 deyəsən çox yazdım. 2 4 6 çox yazdım. Bu sıfırların birini çox yazdıq. 5 dənə 0 yazmalıyıq. Niyə 5 dənə 0? Bəri başdan elə 6,5'i bir sıfıra atıp ona vursaq 65 eləyir. Ona görə 6'ya vuranda 390, sonunda da bu 5 dənə sıfırı qeyd eləyirik. 2, 4, 5 toplam 39 milyon. İndi uşaqlar dedik ki 10.000'ə bölüb kilometrə çevirə bilərik. Y də bərabərdir. 10.000'ə bölsək 390 kilometr məsafə alınır. Üçüncüsünə baxaq uşaqlar. Quba ilə Şuşaya baxaq. 1'in 6 milyona 3, 4, 5, 6. 1'in 6 milyona nisbəti bərabərdir. 6'nın da tutaq ki Z-ə nisbət olsun. Z vuraq 1 bərabərdir. 6 vuraq 6 milyon. Z də bərabərdir. 6 dəfə 6 36. Sonunda da 6 dənə 0. 1, 2, 3, 4, 5, 6, 3, 6. İndi hesablayaq uşaqlar. 10.000'ə bölüb bu santimetrləndir. Aldığımız ölçülər santimetrləndir. Biz onları 10 milyona bölüb kilometrə çevirə bilərik. 360 kilometrdə bunlar arasındakı məsafə oldu. Dördüncünü də buradan yazıram. Yer yoxdur çünki. Davam edək. Ağdamdan Qazaxa baxırıq. Dördüncü. 1'in 6 milyona nisbəti
bərabərdir 5,8-in, bu da olsun Z A olsun. A santimetr. Çarpaz vururam. A vuraq 1 bərabərdir 5,8 vuraq 6 milyon. 3, 4, 5, 6. Elə bəri başdan buradan 10'u götürüb 5,8'i 10'a vuraram. 58 eləyər. Sonra rahat vuraq. A bərabərdir 58, 6'ya vuranda 6 dəfə 8, 48, 4 yadda. 6 dəfə 5, 30, 4 də yadda 34. Sonunda da uşaqlar neçə dənə 0 yazacaq? 5 dənə 0 yazacaq. İndi 100 minə bölərək bu santimetrləndir bu ölçü. Santimetri 100 minə bölüb biz bunu kilometrə çevirə bilərik. 348 kilometr alındı. İndi isə keçək 3-cü çalışmamıza. 3-cü sualımızda planın miqyasına və həqiqi məsafəyə görə plandakı məsafəni tapın. Miqyas 1'in 300-ədir, həqiqi məsafə də 900 cm-dir. Həqiqi məsafə məxrəcdə yazılır. Xəritədəki, plandakı, şəkildəki məsafə isə surətdə yazılır. 1'in 300'ə nisbəti bərabərdir x-in 900'ə nisbəti. Bir daha təkrar edirəm. Miqyasda, surətdə olan, birinci olan xəritədəki, şəkildəki ölçüdür. Məxrəcdə olansa real həyatdakı ölçüdür. İndi buna uyğun biz gəlin digər mətləri həll eləyək. Üçüncü misal idi bu. Nömrə 3. A bəndindən başlayaq. Miqyas 1'in 100'ədir. 1'in 100'ə bərabərdir. Həqiqi məsafə məxrəcdə yazılır. 800 cm-dir. Xəritədəki, şəkildəki məsafəni tapırıq. Çarpaz vururam. 100 vuraq x bərabərdir 800 vuraq 1'ə. 100 vuraq x bərabərdir 800'ə. X-i də tapmaq üçün 800'ü bölürəm 100'ə. X bərabərdir 8 cm. 8 cm tapdıq bunu. İndi keçək B variantına. Yenə miqyasımız 1'in 200'ədir. Bərabərdir. Həqiqi məsafə 600 cm. Xəritədə tutaq ki, y santimetrə uyğundur. Çarpaz vururam. 200 vuraq y çarpaz 200 vuraq y bərabərdir 1 vuraq 600. 200 vuraq y bərabərdir 600'ə. Y-i də tapmaq üçün 600'ü bölürəm 200'ə. Y bərabərdir 3 cm. Keçək C bəndinə. C bəndində miqyas 1'in 400'ədir. Həqiqi məsafə 1200 cm-dir. Real həyatda tutaq ki, Z cm olsun. Çarpaz vururam. 400 vuraq Z bərabərdir 1 vuraq 1200. 400 vuraq Z bərabərdir 1200'ə. Z-i də tapmaq üçün 1200'ü bölürəm 400'ə. Z də bərabər olur 3 cm. Real həyatdakı ölçülərini tapdıq. Bu da 3-cü çalışmamız idi uşaqlar. İndi keçək 4-cü çalışmamıza. Sual belədir. İki məntəqə arasındakı məsafə 4 kilometrdir. İki məntəqənin arasındakı həqiqi məsafədən söhbət gedir 4 kilometrdir. Verilmiş miqyasla xəritədə bu məntəqələr arasındakı məsafə nə qədər olar? Öncə 4 kilometrimizi santimetrə çevirirəm. 1 kilometr 1000 metrdir. 1 metrdə 100 santimetrdir. 1000'i də 100'ə vuranda 100.000 santimetr eləyir. Yəni 4 vuraq 100.000. 400.000 santimetr. Bu real həyatda olan real həyatda iki məntəqə arasındakı məsafədir. İndi A bəndinə baxaq. 1'in 10.000'ə miqyasında, 1'in 10.000'ə miqyasında dedik ki, həqiqi ölçü harda yazılır? Məxrəcdə yazılır. 400.000
Tutaq ki, xəritədə x santimetrə bərabərdir bu nöqtələr arasındakı məsafə. Çarpaz vururam. 10.000 vuraq x bərabərdir. 4.000-i də 1-ə vuranda 4, daha doğrusu 400.000-i 1-ə vuranda 400.000 eləyəcək. X-i də tapmaq üçün 400.000-i bölürəm 10.000-ə. 10.000-ə böləndə sıfırlar gedəcək buradan. 1, 2, 3, 4 dənə sıfır. 1, 2, 3, 4 dənə sıfır. X bərabər olacaq 40-a. 40 santimetr. İndi B bəndinə baxaq uşaqlar. B bəndində miqyasımız 1-in 20 minədir. Bərabərdir. Tutaq ki, Z-in yenə də həqiqi məsafəmiz dəyişmir. 400.000 santimetrə. Çarpaz vururam. Z vuraq 20.000 bərabərdir. 400.000 vuraq 1. Z-i də tapmaq üçün 400.000-i 400.000 bir dənə sıfıra artıq yazdım. 400.000-i bölürəm 20.000-ə. Yenə bayaqki kimi sıfırlar gedir. 1, 2, 3, 4 dənə sıfır buradan. 1, 2, 3, 4 dənə sıfır buradan getdi. 40-ı da 2-yə böləndə 20 alındı. 20 santimetr. Xəritədə iki nöqtə arasındakı məsafə. İndi C bəndinə baxaq. C bəndində miqyas 1-in 100 minədir. 1-in 100 minə bərabərdir. Tutaq ki, y santimetrin də 400 minədir. Çarpaz vururam 100.000. 100.000 vuraq y bərabərdir 400.000 vuraq 1. Y-i də tapmaq üçün 400.000-i bölürəm 100.000-ə. Y də bərabərdir 4 alınacaq santimetr. İndi keçək uşaqlar D variantını yazaq. D variantını yazmaq üçün mən bu A variantını istəyirsiniz təmizləyim. Hətta bu görüm bir dəqiqə buradan yer aça bilsək. D variantını da bu aşağıdan yazın. Yaxşı olar ki, A-nı silim. Çünki yerimiz yaxşı görsənməyəcək orada. Aha, A bəndini sildim. Onun yerində uşaqlar yazıram D bəndini. Yenə də miqyas 1-in 500 minə verilib. 1-in 500 minə. Bərabərdir. Tutaq ki, real həyatda da olsun B santimetr. B santimetrində 400 minə. Real həyatdakı ölçü dəyişmir də, bilirsiniz. Çarpaz vuraq. 500.000 vuraq B bərabərdir 400.000 vuraq 1. B-ni də tapmaq üçün 400.000-i böləcəm 500.000-ə. Sıfırlar gedəcək. B bərabərdir 4-ün 5-ə nisbət alınır. 4-ü də 5-ə bölsək 0,8 qalır. Dördüncü çalışmanın da bütün variantlarını izah etdik. İndi gəlin keçək 5-ci çalışmamıza. 5-ci sualda həqiqi və plandakı məsafələrə görə miqyası tapın. Həqiqi məsafə 400 metr, plandakı məsafə 2 sm. İndi 400 metri biz santimetrə çeviririk. 1 metrimiz 100 santimetrdir. Onda 400'ü 100'ə vuracağım. 40.000 santimetr eləyəcək. Miqyas tapmaq üçün nə edirik? Plandakı ölçünün həqiqi ölçüyə nisbətini tapırıq. Nisbət də tapdıq. Buna bərabər oldu. İndi gəlin digər bəndləri özümüz sərbəst yerinə yetirək. Davam edək A bəndi. Həqiqi məsafə 250 metrdir. Mən bu 250 metri öncə santimetrə çevirəcəm. 250 vuraq 100. 1 metrimiz 100 santimetrdir ona görə.
25.000 santimetr alındı. İndi plandakı məsafə 5 santimetrin, real həyatdakı həqiqi məsafə 25.000 santimetrə nisbəti. Baxıram ki, hər ikisi 1-ə bölünür. 5-i 1-ə bölsəm, daha doğrusu hər ikisi 5-ə bölünür. 5-i 5-ə bölsəm 1, 25-i 5-ə bölsəm 5, sonunda da 3 dənə 0. Miqyas tapıldı. B bəndinə baxaq. Həqiqi məsafə 4 kilometrdir. 1 kilometrimiz 1000 metrdir. 1 metrimiz də 100.000 santimetrdir. Yəni 4-ü 100.000-ə vursaq, 1000-ə vursaq metrə çevriləcək, 100-ə də vursaq santimetrə çevriləcək. Elə birbaşa 100.000-ə vursaq santimetrə çevrilmiş olur. 400.000 santimetr. Plandakı məsafə də 2 millimetrdir. Hətta bunu da millimetrə çevirməliyik. Heç nə, çevirək uşaqlar. Ona da vursaq millimetrə çevriləcək, 4 milyon eləyəcək. Orada millimetr verildiyinə görə ən kiçik ölçüyə çevirdim. İndi 2 millimetr plandadır. Real həyatda 4 milyondur. Çevirdik, gördük. Hər ikisi 2-yə bölünsə 1, 2-yə bölünsə 2 milyon. Aha, C bəndinə baxaq. Həqiqi məsafə 60 kilometrdir. 60 kilometr. Bunu elə dedik ki, 100.000-ə vuraraq santimetrə çevirmək olar. Altı, sonunda da 6 dənə 0, 6 milyon santimetr. 6 milyon santimetr. İndi uşaqlar, plandakı məsafə 3 santimetrdir. 3 santimetrin 6 milyon santimetrə nisbəti. Hər bir 3-ə bölünür 1, 3-ə böləndə də 2 milyon. Xəritədəki 1 santimetr, real həyatdakı 2 milyon santimetrə bərabər olur. Burada da miqyasımızı tapdıq. İndi baxaq uşaqlar. D bəndini də buradan yazıram, çünki orada yer yoxdur artıq. Həqiqi məsafə 800 kilometrdir. Kilometr. Santimetrə çevirək. Bunun üçün 100.000-ə vuracaq. Aha, 100.000-ə vurduq. Bərabərdir. Santimetr. 3, 6, 80 milyon santimetr elədi. İndi planda 16 santimetrdir. Real həyatda da 80 milyon santimetrdir. 2, 4, 6, 7. 2, 4, 6, 7. Aha. İndi uşaqlar, baxıram ki, hər ikisi 16-ya bölünür. 1 qalacaq. 80 16-ya böləndə 5 qalacaq. Sonunda da milyon. Beləliklə, hər bir variantın miqyasını tapmış olduq. İndi uşaqlar, keçək 6-cı sualımıza. 6-ya keçməzdən öncə burada yadda saxlama hissəmiz var. Miqyasa görə həqiqi məsafənin neçə dəfə kiçildiyini və ya böyüdüyünü müəyyən etmək olar. İndi 1-in 1000-ə miqyaslı planda nəyi göstərir bu? Real həyatdakı 1000 santimetr xəritədə 1 santimetrdən ifadə olunub. Yəni, həqiqi ölçülər 1000 dəfə kiçildilib təsvir edilib. Həqiqi ölçü planda 1000 dəfə kiçildilərək təsvir edilib. Onda plandakı məsafəni 1000-ə vurmaqla həqiqi məsafəni tapmaq olar. Həqiqi məsafəni də 1000-ə bölməklə plandakı məsafə tapmaq olar. İndi ona uyğun gəlin 6-cı sualı. Davam edirik A bəndindən. Miqyas 1-in 200-ədir. Yuxarıda qeyd olunub. Miqyas 1-in 200-ə. Bu deməkdir ki, xəritədəki ölçü
real həyatdakı ölçünün 200 dəfə kiçildilməsi ilə alınıb və yaxud xəritədəki ölçünü 200-ə vursaq real həyatdakı ölçü alınır. İndi otağın plandakı uzunluğu 3 santimetrdir. Otağın həqiqi uzunluğu nə qədərdir? 3-ü vuracam 200-ə bərabər olacaq 600 santimetr. Santimetri də biz metrə çevirə bilərik. Metrə çevirsək bizə nə verəcək? 100-ə böləcəyik 6 metr. İndi keçək B bəndinə. B bəndində hasarın uzunluğu 20 metr olarsa, onun bu plandakı uzunluğunu tapın. Öncə 20 metri mən santimetrə çevirirəm. 100-ə vurmaqla 2000 santimetr oldu. İndi həqiqi ölçünü 200 dəfə kiçildiyib plandakı ölçünü tapa bilərəm. Həqiqi ölçü verilibsə miqyasa bölüb siz onun plandakı ölçüsünü tapa bilərsiniz. Sıfırlar getdi. 20-ni 2-yə böləndə 10 santimetrə bərabər oldu. Plandakı uzunluğunu tapmış olduq. Bir daha təkrar edirəm uşaqlar. Plandakı ölçü veribsə 200-ə vurub həqiqi ölçünü tapırıq. Həqiqi ölçü verilibsə 200-ə bölüb plandakı ölçünü tapırıq. Bu da 6-cı sualımız. İndi isə keçək 7-ci suala. Keçdik 7-ci suala. Ümumiyyətlə uşaqlar, mən biraz aram-aram, yavaş tondan, sakit tondan danışmağa çalışıram ki, izah elədiklərimi siz daha yaxşı dərk edəsiniz. Sürətlə yazıb keçmək istəmirəm. Çünki öyrəndikləriniz bir günlük yox, uzun müddətlik yadınızda qalmalıdır. Buna görə də yavaş-yavaş aramla izah edirəm. Başlayaq. Uzunluğu 30 metr olan yol planda 5 santimetr uzunluqdadır. Miqyası müəyyən edin. İndi həqiqi uzunluq 30 metrdir. Gəlin onu santimetrə çevirək. 30 metr bərabər santimetrə çevirmək üçün 100-ə vururuq. Çünki 1 metrimiz 100 santimetrdir. Bu elədir 3000 santimetr. Bu bunun həqiqi ölçüsüdür. Yolun həqiqi uzunluğudur. Planda nə qədərdir? 5 santimetrdir. Miqyası tapmaq üçün plandakı ölçünü bölürəm real həyatdakı ölçüyə. Hər biri 5-ə ixtisar gedir. 5-i 5-ə böləndə 1 qalır. 30-u 5-ə böləndə 6 qalır. Sonra da 2-dən 0. 1-in 600-ə. Bu da miqyasdır. Tapdıq bunu. Müəyyən edin və suallara cavab verin. İndi A bəndinə keçək. Bu planda uzunluğu 10 cm olan yolun həqiqi uzunluğunu tap. Şəkildə planda 10 cm-dirsə 600 dəfə böyüdüb həqiqi uzunluğunu tapıram. (6000 santimetr). Bu da 100-ə bölsək 60 metr deməkdir. B bəndinə baxaq. Uzunluğu 15 metr olan körpünün bu plandakı uzunluğu nə qədərdir? İndi 15 metri öncə gəlin santimetrə çevirək. 1500 santimetr. Uzunluğu 15 metr olan körpünün bu plandakı uzunluğunu tapın. İndi körpünün həqiqi ölçüsü verilibsə 600 dəfə kiçildiyib plandakı uzunluğunu tapa bilərəm. 1500 bölək 600. Kəsirlə yazıb daha rahat bölə bilərəm. Buradan sıfırlar gedəcək uşaqlar. 0 getdi, 0 getdi. 15 də 6-ya ixtisar olur. Hətta belə deyim. 15, 6. Hər ikisi 3-ə ixtisar gedir. 15-i 3-ə bölsək 5, 6-nı 3-ə bölsək 2. 5-i də 2-yə böləndə 2 tam onda 5 alınır. 2 tam onda 5 santimetrdə xəritədəki ölçüsüdür. Bu da 7-ci sualımız idi. İndi keçək 8-ci sualımıza. Sual belədir. Miqyası 1-in 20 minə olan xəritədə iki nöqtə arasındakı məsafə 6 santimetrdir.
Miqyası 1-in 50 minə olan xəritədə bu məntəqələr arasındakı məsafə nə qədər olar? Öncə miqyasa baxırıq. 1-in 20 minə 1-in 20 minə olan xəritədə iki nöqtə arasındakı məsafə 6 santimetrdir. Xəritədə 6 santimetrdir. Və görəsən real həyatımızda o nə qədərdir? Və yaxud həqiqi ölçüsü nə qədərdir? X-i 1-ə vururam, bərabərdir. 6-nı da 20 minə vururam. X bərabərdir, alt dəfə 2, 12. Sonda da 4 dənə 0. Santimetr. 120 min santimetr. Bu həqiqi ölçüsüdür. İndi digər miqyasla hesablayaq bunu. Miqyas 1-in 50 minədir. 1-in 50 minədir. Həqiqi ölçü məxrəcdə yazılır. 120 min. Tutaq ki, xəritədə də olsun y santimetr. Digər xəritədə, ikinci xəritədə. İndi çarpaz vursaq, 50 min vuraq y bərabərdir 120 min vuraq 1. Y-i də tapmaq üçün 120 mini böləcəm 50 minə. Bu sıfırlar buradan gedir. İxtisar gedir hər biri. Yerdə nə qalır? 12 bölək 5. Y də bərabərdir 12 bölək 5. 12-nin içində 5 neçə dəfə yerləşir? 2 dəfə, 2 də qalıq qalar. Və yaxud bunu belə yaza bilərik. 2,4 santimetr. İkinci xəritədə həmin nöqtələr arasındakı məsafə 2,4 santimetr oldu. Bu real ölçüdür. Həqiqi ölçü. Həqiqi məsafə. Məsafə. Bu da xəritədə məsafə. Bu da 8-ci çalışmamız idi. İndi keçək 9-a. Sual belədir. Elxan uzunluğu 90 metr, eni 60 metr olan futbol meydançasının planını rəsm albomunda 1-in 300-ə miqyası ilə çəkmək istədi. Bu mümkündürmü? Fikrinizi izah edin. Uzunluğu 90 metrdir. 90 metr. Eni 60 metrdir. İndi biz bunu çevirmək istəyirik. Miqyasımız da 1-in 30-adır. Miqyasımız da uşaqlar 1-in 30-adır. Yəni nə etməliyik? Həqiqi ölçünü 30 dəfə kiçildib uzunluğunu tapırıq. 90 bölək 30 bərabərdir 3 santimetr. 60 bölək 30 bərabərdir 2 santimetr. Miqyas ilə çəkmək istədi. Bu mümkündürmü? Fikrinizi izah edin. Bəli, mümkündür. Uzunluğu olacaq 3 santimetr. Eni olacaq 2 santimetr. Bu həqiqidir. Həqiqi uzunluğu eni. Bu həqiqi uzunluğu enidir. Bu isə xəritədə uzunluğu enidir. Plandakı uzunluğu enidir. Bəli yazaq, mümkündür. Bəli. Bu da 9-cu sualımız idi. İndi keçək 10-cu sualımıza. Uşaqlar, aviamodel dərnəyində həqiqi uzunluğu 25 metr, qanatları arasındakı məsafə isə 14 metr olan təyyarənin maketini düzəltmək istədilər. Uzunluğu 24 metr, qanatlarının uzunluğu da 14 metr olan təyyarənin maketini düzəldirlər. Birinci miqyası 1-in 50 olan təyyarə maketinin uzunluğu nə qədər olar? Birincisinə baxaq uşaqlar. 1.
Təyyarənin ölçüləri belədir. Həqiqi ölçüləri. Həqiqi ölçüləri. Uzunluğu 25 metr, qanatları 14 metrdir. Birinci misalımızda miqyas 1 santimetrin 50 santimetrədir. Ona görə gəlin bunların hər birini santimetrə çevirək. 25 santimetrə çevirəndə 100-ə vururuq. Santimetr 2500 santimetr eləyəcək. Bu da 1400 santimetr eləyəcək. İndi miqyasımız da nədir? Miqyas 1-in 50-yədir. Yəni həqiqi ölçüləri 50 dəfə kiçildib planını hazırlaya bilərik. Maketin uzunluğu. Maketin uzunluğu. Maketin uzunluğunu tapmaq üçün bu T hərfidir. Maketin uzunluğu. Maketin uzunluğunu tapmaq üçün həqiqi uzunluğunu bölməliyik 50-yə. 50 dəfə kiçiltməliyik. Miqyas dəfə. Sıfırlar gedəcək buradan. 250-ni də 5-ə böləndə 50 santimetr alınacaq. Eni, qanatları. Qanatlarını da tapanda 1400-ü bölməliyəm 50-yə. Bu da alınacaq deməli 28 santimetr. Maketin uzunluğu 50 santimetr, qanatları arasında məsafə, qanatların uzunluğu da 24 santimetr oldu. Maketin uzunluğunu soruşur sadəcə bizdən 50 santimetr. Digərini də mən tapdım, sizə göstərdim. İndi ikinci bəndə baxaq. İkinci bəndi də buradan yazıram. Samir bu təyyarə maketinin qanatları arasındakı məsafənin 30, Lalə 28, İlxan isə 35 santimetr olacağını söylədi. Kimin cavabı doğrudur? Burada qeyd eləmişik. 28-i kim tapıb? 28 Lalə. Lalənin cavabı doğrudur uşaqlar. Çünki bayaq elə qanatlarının uzunluğunu A bəndində tapdıq. 50-yə böldü 28 santimetrdir. Digərləri səhv deyib. İndi isə keçək 11-ci çalışmamıza. Sual belədir. Arının 2-nin 1-ə miqyası ilə çəkilmiş şəklinə əsasən həqiqi uzunluğunu tapın. Arının şəkildəki uzunluğu 4 santimetrdir. Şəkildə 4 santimetr. İndi uşaqlar miqyası yazıram. 2-nin 1-ə miqyası bərabərdir. Burada birinci yerdə şəkildəki ölçü yazılır. Ona görə biz birinci yerdə 4 yazırıq. Həqiqi həyatda tutaq ki, x santimetrdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 2 vuraq x bərabərdir 1 vuraq 4. Bir daha təkrar edirəm. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 2x bərabərdir 4. X-i də tapmaq üçün 4-ü 2-yə bölürük. X bərabərdir 2 santimetr. Bu həqiqi ölçüsüdür. Həqiqi uzunluğu. Arının həqiqi uzunluğunu tapdıq ki, 2 santimetrdir. Bu 11-ci çalışmanız idi. İndi isə keçək 12-ci çalışmanıza. 12-ci çalışmada sual belədir. Şəkildə düzbucaqlı formasında olan tenis konturunun
üzr hesab edin. Tenis kortunun müəyyən miqyas ilə çəkilmiş planı verilib. Tenis kortunun həqiqi uzunluğu 24 metr olarsa, planın miqyasını tapın və suallara cavab verin. İndi uşaqlar, baxırıq. Bu şəkildə düzbucaqlı formada bir sahə verilib, tenis kortu. Uzunluğu 6 santimetrdir, eni 4 santimetrdir. Şəkildə. Uzunluq 6 santimetrdir. Uzunluğu yazım da hətta buna. Uzunluğu 6 santimetr, eni 4 santimetr. Bu şəkildə. Bizə də deyir ki, tenis kortunun həqiqi uzunluğu 24 santimetrdir. Həqiqi uzunluğu 24 santimetrdir. İndi uşaqlar, biz şəkildəki uzunluğu həqiqi uzunluğa bölsək miqyas alarıq. Miqyas. Şəkildəki uzunluq 6-dır, həqiqi uzunluq da 24-dür. Baxıram ki, hər ikisi 6-ya bölünür. 1-in 4-ə nisbəti alınır. Miqyası tapdıq. Üzr hesab edin uşaqlar. Bu santimetr yox, metrdir. Ona görə gəlin bunu düzəldək. Bunu santimetri metrə çevirdim. Orada görməmişəm metr olduğunu. Burada metr deyir. Santimetrdirsə 100-ə vurub metrə çevirirəm. 2400 santimetr. Onda burada 2400 olacaq. Bunları da düzəldim. 2400 santimetr. 6-ya bölünür hər biri 1, 400. 1-in 400-ə miqyas. Miqyasını tapdıq. İndi keçək suallara cavab verək. Birinciyə baxaq. Birinci sual. Birincidə deyir, kordun eni neçə metrdir? Kordun enini tapmaq üçün şəkildəki eni vurmalıyam miqyasa. Eni bərabərdir 4 vuraq 400 1600 santimetr, 100-ə də böldük, metrə çevirdik 16 metr. Realda 16 metr imiş. İkinci bəndə baxaq. İkinci bəndə kortun perimetri ilə plandakı perimetri hansı nisbətdədir? Normal perimetrini tapıram. Həqiqi perimetri. 2 vuraq, en üstə gələk uzunluğu. Eni 2400 santimetrdir. Santimetrlə götürəcəm uşaqlar. 1600 santimetr, üstə gələk 2400 santimetr. Çünki nisbətlər eyni ölçüdə olmalıdır. 2 vuraq, 3000, 4000. 8000 santimetr. Bu həqiqi. Bir də plandakı perimetrinə baxaq. Buna P1 deyirəm, o birisinə P2 deyirəm. Plandakı perimetrinə. Planda isə 6 santimetr 4 santimetr idi. 6 plus 4 10. 2 vuraq 10. 20 santimetrdə plandaydı. İndi bizə deyir ki, kortun öz perimetrinin plandakı perimetri hansı nisbətdədir? 8000 bölək 20. Sıfırlar ixtisar gedir. Hətta bunu birinci 20-ni yazaq. Bu şəkildə. Plandakı ölçüsü 20-dir perimetrinin. Real həyatdakı perimetri də 8000-dir deyəsən. Hə. Hər biri 20-yə ixtisar getsə 1, 20-yə ixtisar getsə 400. Görürsünüz, elə yenə də miqyas alındı. Yenə də miqyas alındı. İndi üçüncü suala baxaq. Bu ikinci idi, perimetri olan. Üçüncüyə baxırıq. Kortun sahəsi ilə plandakı sahəsi hansı nisbətdədir? Öz sahəsini S1 ilə yazıram. Sahəni tapanda, düzbucaqlının sahəsini tapanda en uzunluğuna vurmalıyıq. Eni neçə idi?
1600. Vuraq uzunluğu neçə idi? 2400. Bərabərdir. 16-nı 24-ə vursaq 384. Sonuna da 4 dənə 0 yazıram. Santimetrin kvadratı bu sahəsi. İndi şəkildəki sahəsini hesablayıram. Plandakı sahəsi. Eni uzunluğu 6, eni 4'dür. 6 vuraq 4, 24 santimetrin kvadratı. İndi şəkildəki sahənin real həyatdakı sahəyə nisbətini tapıram. Hər biri 24'ə bölünür. 24'ə bölsək 1, 24'ə bölsək 16, sonunda da 4 dənə 0. İndi burada nə deyə bilərik uşaqlar? Bax, diqqət eləsəniz, bütün parametrlərini, enini, uzununu, perimetrini nisbətlər şəklində yazanda elə miqyası verdi. Amma sahə miqyasın kvadratını verdi. Buna da xüsusi diqqət eləyərsiniz. 12-ci çalışmanın da həllini göstərdik. Bu səhifədə olan sonuncu çalışmamız idi. Beləliklə bu dərsimizin də sonuna çatdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Və şərhlərdə də aktiv olun. Yenə təkrar edirəm, hansı sinifin izləyiciləri daha çox aktiv olsalar, şərhlərdə və yaxud izlənmələrdə aktivlik göstərsələr, həmin sinifə daha çox üstünlük verəcəm və növbəti videolarımda o sinifə aid dərslər çəkəcəm. Hər birinizə uğurlar arzu edirəm. İzlədiyiniz üçün təşəkkürlər. Gələn dərslərdə görüşmək ümidi ilə.